Rusiyalı müxalifətçi siyasətçi Gennadiy Gudkov Kremlin rəhbərinin vəzifəyə möhkəm yapışan şəxsin postdan necə və kimlərin köməyi ilə gedəcəyini təsvir edib. Gudkovun sözlərinə görə Maduro Amerikalılar tərəfindən devrildiyi kimi Putini də öz adamları kənarlaşdıracaq. Bu əslində daha əvvəl də baş verə bilərdi, lakin bir sıra səbəblərdən baş tutmadı. Rusiya diktatoru, Rusiya elitaları adlanan çevrələr üçün arzuolunmaz şəxsə çevrilən kimi, onlar onunla çox tez vidalaşacaqlar. Putinin öz mühafizəçiləri və generalları tərəfindən kənarlaşdırılıb-kənarlaşdırılmayacağı ilə bağlı suala Rusiyalı müxalifətçi belə cavab verib. Bəli, hər şey tam olaraq belə olacaq. Putinin ətrafındakı insanlar, onun onlar üçün maneə, yük və təhlükə olduğunu anladığı anda heç bir tərəddüd etmədən ondan imtina edəcəklər. Buna heç şübhə etməyin. Əgər Ukrayna ordusunun hücumu davam etsəydi və dialoq istəyən elita ilə normal danışıqlar başlasaydı, onu hətta 2023-cü ildə də təslim edə bilərdilər. Amma təəssüf ki, bu baş vermədi. Gudkov Rusiyada rejim dəyişikliyinin necə baş verəcəyini də dəqiq təsvir edib. Mən əminəm ki, son aylarda Maduro'nun işinin bitdiyi aydın olanda, onu satmaq qərarı artıq öz adamları tərəfindən verilib. Kimin sonu çatıbsa, heç kim onun komandasında qalmaq, onun süqutunda ortaq olmaq istəmir. Mən bir vaxtlar təsəvvür edirdim ki, onu Amerika təyyarə daşıyan gəmisinə mindirib deyəcəklər. Alın, bizə artıq lazım deyil. Putini isə öz adamları aparacaq. Elə düşünməyin ki, kimsə tank sürüb qırmızı meydana girəcək. Onu sadəcə təhvil verəcəklər. Ya Haqaya göndərəcəklər, ya da daha pis bir yerə. Bu mütləq baş verəcək. Sadəcə nə vaxt olacağını bilmirik. Xatırladaq ki, Rusiya getdikcə elə bir rejimə çevrilir ki, burada gənc nəslin heç bir təsiri yoxdur. Kreml isə əsasən yaşlı nəsil tərəfindən idarə olunur. Rusiya diktatoru Vladimir Putinin ətrafındakı məmurlar və hərbi fiqurlar açıq şəkildə yaşlanıblar. Rusiya Baş Qərargah reisi Valeri Gerasimov artıq 70 yaşındadır. Lakin diktator onu vəzifədən uzaqlaşdırmağa tələsmir. Carnegie Endowment Fondunun baş elmi işçisi Dara Masikotun qeyd etdiyi kimi, bu susqunluq qeyri-adi görünür. Çünki Rusiya ordusunda hörmətli generallar adətən açıq şəkildə təbrik olunur. Hətta onlara ləqəblər də verilir. Eyni zamanda Pentagon əvvəllər bildirmişdi ki, Gerasimov Putinin ətrafında nüfuza malik fiqurdur. Məqalədə həmçinin qeyd olunur ki, Rusiya dronlarının son vaxtlar Polşa üzərində uçuşu Gerasimovun tərəfdarı olduğu Avropaya qarşı idarə olunan təzyiq strategiyasına uyğundur. Müəllif NATO nümayəndəsinə istinad edərək bu insidenti eyni anda həm məsuliyyətsiz, həm də ehtiyatlı adlandırıb. Çünki ruslar daim nə qədər irəli gedə biləcəklərini yoxlayırlar. Rusiyanın ilhaq etdiyi Krımda Fiolent qəsəbəsinin sakinləri gündə 10 saat elektrik və istiliksiz yaşamağa məcbur qalırlar. Sevastopolda Rusiya nəzarətində olan hakimiyyət orqanları bu problemi illərdir həll edə bilmir. Buna görə də yerli sakinlər Rusiya prezidenti Vladimir Putinə və hüquq mühafizə orqanlarına şikayət etməyə qərar veriblər. Bu, Fiolent sakinlərinin qış mövsümündə ilk dəfə işıqsız və istiliksiz qalması deyil. Yerli əhali dəfələrlə hakimiyyət orqanlarına müraciət edib, lakin problem hələ də həll olunmayıb. Onlar normal yaşayış şəraitinin bərpa edilməsini tələb edirlər. Biz Fiolentdə yaşayırıq. Hər gün cəhənnəmdir. Sentyabr ayında siz şəxsən bizə söz vermişdiniz ki, bu bir daha təkrarlanmayacaq. Təəssüf ki, vəziyyət yeni il ərəfəsində, aprel ayında qar kimi qəfil və çox ağrılı şəkildə geri qayıtdı. Biz yeni ili şam və generatorlarla yox, normal işıqla qarşılamaq istəyirik. Fiolent də Sevastopoldur.
Yerli sakinlər yeni il möcüzəsinə ümid edərək Sevastopolun Rusiyalı meri Mikhail Razvajayevə sosial şəbəkələrdə yazıblar. Lakin möcüzə baş vermədi. Keçmişin problemi yeni ilin də probleminə çevrildi. Sevastopolun Qaqarin rayonunda yerləşən bir neçə bağçılıq kooperativi, o cümlədən Internasionalist, Luç, Texnoloq, Teremok və digərlərinin sakinləri elektrik enerjisinin olmamasından şikayət edirlər. Onlar şəhərin müxtəlif icra qurumlarının qapılarını döysələr də problemin həllinə nail ola bilməyiblər. Çarəsizlikdən Rusiya prezidentinə, baş prokurorluğa və İstintaq komitəsinə ünvanlanan video müraciət hazırlayıblar. Sakinləri sözlərinə görə qışın ən soyuq vaxtında 10 saat elektrik enerjisiz qalmağa məcbur olurlar. Evlərində istilik elektriklə təmin olunduğu üçün uzun müddət istiliksiz qalırlar və isinmək üçün əldə olan vasitələrdən istifadə etməyə məcbur olurlar ki, bu da yanğın təhlükəsi yaradır. Biz federal əhəmiyyətli qəhrəman şəhər Sevastopolun sakinləri faktiki olaraq işıqsız yaşayırıq. Təchizatçı tərəfindən tərtib olunmuş qrafik var, amma ona əməl edilmir, açıq şəkildə pozulur. Qrafikə görə işıq 4 və 5 saat kəsilməlidir, amma reallıqda bu 9 və 10 saat çəkir. Çoxsaylı bağçılıq kooperativlərimiz əziyyət çəkir və təkcə onlar yox, bütün Fialent əziyyət çəkir. Müxtəlif qurumlara müraciət etmişik, amma boş cavablardan başqa heç nə almamışıq. Xahiş edirik, bizə kömək edin. Biz sadəcə yaşamaq həddindəyik, deyə yerli sakin bildirir. Fialentin bəzi sakinləri üçün uzun müddətli elektrik kəsintiləri birbaşa həyat təhlükəsi yaradır. Teremok bağçılıq kooperativinin bir sakini əlildi və yaşamaq üçün oksigen generatorundan asılıdır. Lakin elektrik olmadığı zaman o bu cihazdan istifadə edə bilmir, deyə həyat yoldaşı bildirir.